Salam, mən Doktor İlham Məmmədovam, İngiltərə Kral Həkimlər Kollecinin üzvü, daxili xəstəliklər və reanimasiya üzrə mütəxəssis. Bir neçə kəlmə daxili xəstəliklər üzrə mütəxəssis işi barəsində. Bizim işimiz müxtəlif xəstəlikləri olan insanların, deyək ki, diabet, ürək-damar xəstəlikləri, böyrək və bunların müştərək etdiyi hallarda bu xəstəliklərin müalicəsinin təşkil olunması, aparılmasıdır. Biz lazım olduqda digər ixtisas sahiblərində bu işə dəvət edirik, cəlb edirik və beləliklə bütövlükdə müalicə idarə olunur. Bugünkü mənim söhbətimin mövzusu şəkərli diabet xəstəliyidir və bizim auditoriyamız şəkərli diabet xəstələridir. Mənim onlara iki tövsiyəm olacaq və bu son dərəcə vacib məsələlərdir. Bu tövsiyelərdən birinci şəkərli diabet xəstəliyinin mahiyyəti, təbiəti barəsindədir. Təkcə şəkərli diabet olmasa, hər hansı bir başqa xəstəlikdə insanlar gərək düzgün təsəvvür etsinlər ki, bu xəstəlik nədir, necə təzahür edir, necə onların orqanizmi bu xəstəlikdən ziyan görür. Qısaca olaraq onu demək lazımdır ki, belə də yadda saxlamaq lazımdır ki, şəkərli diabet xəstəliyi damarları zədələyən bir xəstəlikdir. Biraz da irəli gedib demək olar ki, şəkərli diabet xəstəliyi damar xəstəliyidir. Bunu belə yadda saxlasaq daha düzgün olar. İndi burada bir sual ortaya çıxa bilər ki, bu bilgini bilmək, yəni şəkərli diabet xəstəliyinin məhz damarları zədələyən bir xəstəlik olduğunu bilmək pasiyentlərə nə də kömək edə bilər? Əslində bu çox mühüm bir məsələdir və bunun praktiki əhəmiyyəti var. Məsələ burasındadır ki, biz damarları müayinə etməklə müəyyənləşdirə bilərik ki, şəkərli diabetin zədələnməsi, damarları zədələnməsi artıq baş verib ya yox. Və əgər baş veribsə, bu artıq nə dərəcədə məsələ irəliləyib. Bu son dərəcə vacibdir. Və bundan ötürü də müəyyən damarların müayinəsi lazımdır. İndi ikinci bir məsələ, bunu biz necə edirik? İki çox incə və həssas müayinə üsulu var. Bunlardan biri göz dibinin müayinəsidir, göz dibindəki damarların müayinəsidir və digər də böyrək damarlarının dolayısıyla olan müayinəsidir. Göz dibinin orqanizmdə olan bütün damarlar demək olar ki, iri xırdalı şəkərli diabetdən vasitəsilə onun tərəfindən zədələnir. Amma müəyyən damarlar yatağı var ki, orada onlar daha həssasdırlar diabetin zərərli təsirlərinə. Bunlardan biri elə göz dibidir. Və göz dibində şəkərli diabet özünə məxsus çox xarakterik zədələmələr, ocaqları yaradır və bunu göz dibinə baxan oftalmoloq müəyyənləşdirə bilir. Və çox erkən mərhələdə göz dibinin müayinəsi və həmin bu zədələrin ortaya çıxmasını fiksə edə bilir. Misal üçün, qərbdə, İngiltərədə digital photography deyirlər, rəqəmsal şəkil. Göz dibinin şəkili çəkilir, onu ekrana verirlər kompüterində. Pasiyent özü də baxa bilir ki, göz dibində hansı dəyişikliklər başlayır. Orada çöküntülər olur, yansızmalar olur və 6 aydan sonra, 1 ildən sonra yenidən bu belə bir müayinə aparılır və insan görür ki, bu zədələn ocaqları çoxalıb, azalıb, azalmaq o qədər real deyil, amma pisləşmə var yoxsa yoxdur. Və bununla da müalicəni dəyişmək, müalicəni daha da adekvat aparmaq olar. Əks halda da insanlar, şəkərli diabetlə olan insanlar müalicəni aparırlar, tabletka içən tablet içir, insülin, vuran insülin. Özlərində pis istəmirlər müəyyən vaxta qədər. Amma bu o demək deyil ki, şəkərli diabet xəstəliyi zədələməkdə davam etmir. Bu şəkərli diabet xəstəliyinin zədəsi onun ortaya çıxanda artıq kifayət qədər gec olur. Və bu birinci test oldu, göz testi, müayinəsi. İkinci isə sidikdə albumin kreatinin nisbəti testidir. Böyrək damarları da şəkərli diabet tərəfindən çox zədələnir və bu hamıya çox yaxşı məlumdur ki, böyrəklərin zədələnməsi çox geniş gedə bilər və son nəticə əldə gətirib diaqnozu çıxara bilər və bu da çox ağır bir vəziyyətdir, insan həyatını köklü sürətdə dəyişdirir. Ona görə də bu testin erkən aparılması çox zəruridir. Əslində bu iki test göz dibinin müayinəsi və sidikdə mikroalbumin və yaxud və eyni zamanda albumin kreatinin nisbətinin müəyyənləşdirilməsi bu artıq məlum testlərdir. Bunlar yeni bir test deyil. Sadəcə problem arasındadır ki, bunlardan
vaxtında istifadə olunmur. Şəkərli diabet diaqnozu qoyulan kimi bu testləri aparmaq lazımdır. Ona görə də mən tövsiyə edərdim ki, bütün şəkərli diabet olan insanlar bu testləri aparılmasını öz həkimlərindən xahiş etsinlər. Bir daha dediklərimi qısaca yekunlaşdırmaq və təkrar etmək istəyirəm. Bugün mən əsas 2 tövsiyə irəli sürdüm. Onlardan biri o idi ki, diabeti olan xəstələr diabeti damar xəstəliyi kimi qəbul etsinlər, damarları zədələyən xəstəlik kimi başa düşsünlər. Və ikinci, bundan çıxış edərək damarların vəziyyətini müəyyənləşdirən, test edən üsullardan mütləq istifadə olunmalıdır. Bunlardan biri göz dibinin müayinəsi, ikincisi də silikdə albumin, kreatinin nisbəti testi çox həssas testlərdir. Ona görə də bu işlər olunsa və vaxtında biz damarların zədələnməsinin qarşısını ala bilərik və diabetin müalicəsi redaktor oluna bilər, daha adekvat aparıla bilər. Mənim deyəcəklərim bu qədər idi. Sağ olun, sağlam qalın.